Bismillahirrahmanirrahim. Salam əziz Qiyam televiziya izləyiciləri, hər birinizi xoş gördük. Biz keçən verilişlərimizdə vasvasalıq haqqında danışmışdıq. Onun səbəblərini açıqladıq və qeyd etdik ki, vasvasalığa nələr səbəb olur. İndi isə vasvasalığın nəcis bölməsindən danışmaq istəyirik ki, nəcis nədir? Və biz onda nəyə görə bu qədər şəkk edirik? Bu haqda bizləri məlumatlandıracaq olan ilahiyyatçı Şahnaz xanım təşrif buyurmuşdur. Xoş gəlirsiniz Şahnaz xanım. Buyurun inşallah. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nas, malikin nas, ilahin nas, min şerril vesvasil xannas. Bəli, qeyd elədiyimiz kimi biz keçən dəfə vasvaslığın kökündən danışdıq, səbəblərindən danışdıq və qeyd eləmişdik ki, biz vasvaslığın təharət bölməsindən danışacağıq. İndi gəlin biz əvvəlcə bu vasvas insanların düşüncəsində nəcis nədir, nəcisinə necə baxırlar, bunu mən istəyirəm ki, tamamən dəyişəm. Yəni, baxın, nəcis deyəndə biz bəzən məsələn görürsən ki, həmin insanlar deyir, yox, əlini ora vurma, bura dəymə, hər yer nəcis oldu. Bu kimi yəni şəklərdə olurlar. Nəcis biz götürsək, məsələn, qan. Qan gəlin baxaq görəyin ki, nədir? Qan özü yəni maddələrdir ki, insana lazım olan, yəni insanın bədənində, canında lazım olan bir maddələrdir. Qanın özünü biz görürsən insandan analiz götürəndə onu təmiz bir spirişlə götürürlər və tez başqa bir şişəyə qoyurlar, tez laboratoriya aparırlar ki, ona başqa bir mikroblar dəyməsin. Yəni qanın özündə mikrob, qanın özündə hətta insanın canında belə bir zərrə mikrob olsa insana istilik verir, baxırsan ki, narahatçılıq verir. Qanın özündə biz baxırıq ki, qan, yəni nə? Natəmiz bir şeydir. Xeyr, natəmiz bir şey deyil qan. Yəni, qan esterildir. İki insanın hüceyrələrindən təşkil tapmış bir maddədir. Və biz gəlin bir neçə dənə şərri məsələləri götürək, daha da istəyirəm aydınlaşdıraq ki, bəs nəcis bizim zehnimizdə, həmin vasvas insanların zehnində tamamən başqa bir maddədir. Bəs biz əgər şərri məsələlərdən götürsək, baxın, gəlin görəyin biz, qan əgər bizim paltarımızda və ya bir qabda olsa, bizim üzərimizdə olsa, bizim namazımız batildir. Amma biz eləyə bilərikmi ki, namazda tamamən bu qanı özümüzdən uzaqlaşdıraq. İnsanın bədənində 7 litr qan var. Biz yəni həmin 7 litr qanla bədənimizdə ola-ola namaz qılırıq, namazımız batil olmur, amma paltarımızda olanda namaz batil olur. Başqa bir misal çəkək, daha da aydın olmaq üçün misallar çəkməliyik ki, bizə məlum olsun. Misal, başqa misal. Qanla qanın fərqi varmı? Xeyr, qanla qanın fərqi yoxdur. Yəni, insanın qanı ilə heyvanın qanının heç bir fərqi yoxdur. Bir heyvanı kəsdikdə ondan axan əvvəl, yəni gələn qan bildiyimiz kimi nəcisdir. Amma bu heyvanı ki, biz təmizləyirik, məsələn, doğrayırlar, gətirirlər evə, artıq onun ətin özündə qalan qan və ya ciyərdə qalan qan pakdır. Bəs necə oldu ki, bir yerdən gələn qan əvvəl nəcis idi, sonra pak oldu? Başqa bir misal çəkək. Şəhid, əgər bir insan meydanda şəhid olsa, bildiyimiz kimi, yəni şərri hökmdə də bu cürədir ki, şəhidin qanı pakdır. İndi bu şəhidin qanı dedik ki, pakdır. Və indi gələ bunun dostları bu şəhidi götürərlər meydandan, gətirərlər kənara. Həmin qan dostlarına dəysə, onların paltarına və ya bədəninə dəysə, nə olur? Nəcis olur. Yaxşı, necə oldu ki, bir qan, bir canda, bir bədəndə pak oldu, bir qanda, bir bədəndə nəcis oldu. Baxın, biz görürük ki, qan əslən özü nəcis deyil. Sadəcə olaraq Allah Taala ki, hökm verib ki, qan nəcisdir, istəyir ki, biz bu hökmə əməl eləyək, itaət eləyək. Eyni zamanda o Allah ki, deyib ki, qan nəcisdir, bir hökm də qoyub ki, bəs biz axar suyun altında bu nəcisi bir dəfə yüsək, yəni nəcasətin eyni aradan getdikdən sonra bir dəfə yüsək, paklasaq, o pak olur. Gəlir vasvas insanlar artıq burada Allaha yox, şeytana itaət eləyirlər.
və dəfələrlə bu paltarı ya hər nə isə yuməklə artıq suyun istifadəsinə, artıq qazın istifadəsinə, şığın istifadəsinə səbəb olurlar ki, Allah Taala buyurur ki, İnnallahə la yuhibbu musrifun. Mən israf edənləri sevmirəm. Bəs burada yəni Allaha yox, şeytana itaət eləməklə yəni bir şəri hökmdə başlayırlar, şeytana itaət edirlər. Ona görə də Allaha itaət etmiş olmurlar. Və biz başdan da qeyd eləmişdik ki, yəni vasvaslıqda nədir? Şeytanın vəsvəsəsi var ki, şeytan bizi vəsvəsə edir. Gərək biz şeytana yox, Allaha itaət eləyək. Bugünkü mövzumuzda da yəni elə başa düşürəm ki, nəzəsə açıqlama verdik. İnşallah gələn çəkilişlərimizdə də yəni vasvaslığın müalicəsini, belə deyək, dərmanını da inşallah qeyd edəcəyik. İnşallah. Çox təşəkkür edirik Şahnaz xanım. Allah elminizə bərəkət versin. Bəli, əziz izləyicilər, Şahnaz xanımın da dediklərindən məlum oldu ki, vasvasalıq etmək, vasvasa insan öz həyatında həm israf etmiş olur, həm də həyatının bir çox sahələrində özündə çox çətinliklər yaratmış olur. Allah Taala bizlərdən bu işləri sevmir. Allah Taala israf etməyi sevmir. Ona görə də gərək biz əməllərimizi qarışdırmayaq. Ona görə də biz gərək öz əməllərimizə ciddi şəkildə diqqət eləyək ki, Allahın həqiqi istədiyi əməllərdən olsun. Allah Taala bizləri özünün həqiqi bəndələrindən qərar versin inşallah. Gələn görüşlərdə görüşənədək əziz izləyicilər. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.